İnformasiyanın emalına aid belə bir məsələyə baxaq. Ümumiyyətlə, bu tipli məsələlər həll olunarkən ən asan yol cədvəl tərtib etməklə həll etməkdir. Talih, Samir, Mədinə, Şəki, Bakı, Şəmal şəhərlərində həkim, hakim, polis işləyirlər. Bu məlumatlardan istifadə edərək cədvəlimizi quraq. Deməli, Talih, Samir, Mədinə. Biraz sərgəlsiz yaza bilərəm, sonra fikir verməyin, əsas məsələnin izahına fikir verin. Şəki, Bakı, Şamaxı. İndi başlayaq şərtlərimizi oxuyaq. 4 şərt var. Bakıda işləyən polis deyil. Bakı olan hissəyə yazaq ki, polis, yəni olunur. Bu formada xətt çəkək ki, unutmayaq. Şəkidə işləyən həkimdir. Həkim, yəni kim şəkil işləsə, onun vəzifəsi avtomatik olaraq həkim olacaq. Deməli, digər Samir Bakıda işlər. Samir Bakıda işlərsə, buna bir plus ataq. Deməli, onu da Samir polis deyil, polisin üzərindən xətt çəkmişik. Deməli, həkim də Şəkidədir. Avtomatik həkim getdi, polis getdi. Bakıda yaşayan deməli hakimdir. Çünki 3 vəzifə qeyd olunur, baxı, polis, həkim, hakim. Digərlərində deməli Samir nə Şəkidə deyil, nə Şamaxıda deyil. Digərlərdə Bakıda yaşaya bilməz, Talih, Mədinə. Bunları da belə mənfi işarəsi qoyuruq. Digər şərt oxuyaq. Deməli, Talih həkim deyil. Talih həkim deyilsə, deməli, Talih Şəkidə yaşamır. Çünki Şəkidə olan həkim olmalıdır. Talih Şəkidə yaşamırsa, avtomatik bir dənə Şamaxı qalır. Çünki Bakıda yaşayan Samirdir. Şəkidə Talih yaşamırsa, bir dənə Şamaxı qalır. Onda Mədinə də Bakı getdi, Şamaxı getdi, bir dənə Şəki qalır. Şəkidə yaşayır. Bizdən də soruşur ki, Mədinə harada və hansı peşədə işləyir? Deməli, Mədinə Şəkidə həkim işləyir. Plus əsasən deyirik ki, Şəkidə həkimdir. Cavab D variantı.